bu gözəl pasiyentimiz, kolleqamızdır, həkim dostumuzdur. Regionların birinə zəng elədi. Yadımda da 2 dəfə nə vaxt zəng elədiniz. Orqan saxlayıcı əməliyyatla bağlı uşaqlığın çox saylı fibromiyoması idi. Yəni miyomaları çox saylı. Bir 2 miyoma submukoz idi, böyük ölçülü, qalanları intramural idi və yumurtalığın endometrioid sisti idi. Bizə müraciət elədi. Professor Boris Lvoviç ilə bizim master klasa qoşuldu. Yəla xanım, mən orqan saxlayıcı əməliyyat istəyirəm. Orqanım qalmalıdır. Hamı gisterektomiya təklif eləyir. Biz əməliyyatı elədik. Böyük məmnuniyyətlə hələ indiyə qədər əməliyyat da yadımdadır. Əməliyyatdan zövq aldıq. Əməliyyatdan sonra uşaqlığa baxanda həqiqətən gördüyümüz iş bizə zövq verir. Bax, orqan saxlayıcı əməliyyat istəmək pasiyentin arzusudur. Yəni onun istəyidir. Əsas odur ki, doktor, pasiyent nə istəyir? Düz demirəm. İstədiyini də əldə eləyər. Bir çək. Əslində ki, tamam normal bir uşaqlıq. Belə. Əgər həqiqətən orqan saxlayıcı əməliyyat istəyirsinizsə, bunu arzulayın və istəyin. Sağ olun.